Salam əziz şagirdlər, əziz abituriyentlər. Mən bu videoda sizə isim haqqında ən vacib bir qeydi deyəcəyəm. İsmə məxsus qrammatik şəkilçilər biz bilirik ki, 4 qrammatik şəkilçi var. Hal şəkilçisi, mənsubiyyət şəkilçisi, cəm şəkilçisi, xəbərlik və yaxud da ki, şəxs şəkilçisi də deyirik buna. Bəzən şagirdlərə sual düşür ki, hansı halda, hansı vəziyyətdə İsimlər ismə məxsus 4 qrammatik şəkilçinin 4-ünü qəbul edə bilməz. Yəni hansı hallarda? Biz bilirik ki, ismin 6 halı var da. Hansı hallarda bu 4 qrammatik şəkilçinin 4-ünü də qəbul edə bilməz? Bir şey yadınızda saxlayın. Bu hallar 2 dənədir. Adlıq hal, bir də təsirlik hal. Təsirlik hal. Niyə adlıq halda və təsirlik halda ismə məxsus 4 qrammatik şəkilçinin 4-ünü də birdən qəbul edə bilmir? Çünki yadınızda saxlayın, adlıq halın hal şəkilçisi yoxdur. Bir də təsirlik hal heç vaxt xəbərli şəkilçisi qəbul edib xəbər ola bilməz. Yəni şəxs şəkilçisi qəbul edib xəbər ola bilməz. Yəni ümumiyyətlə təsirlik hal xəbər vəzifəsində işlənə bilməz. Amma digər hallarda, məsələn, bura yazıram. Uşaqlarımızdandır. Uşaqlarımızdandır. Uşaq sözün kökü cəm, mənsubiyyət, hal, bu da şəxs şəkilçisi. Yəni bunu uşaqlarımızdadır da yerlik hala sala bilərsən, uşaqlarımızındır yerlikə sala bilərsən, uşaqlarımızadır yönlüyə sala bilərsən. Adlıq halda isə yəni bu hal şəkilçisi olmayacaq. Ona görə adlıq və təsirlik halda bu 4 ismə məxsus 4 qrammatik şəkilçinin 4-ünü də birdən qəbul edə bilməz. Bu tipli videoların gəlməyini istəyirsinizsə, kanalımıza abunə olub, paylaşıb, rəy yazmağı unutmayın.